Biz həmişə maraqlı insanları tapırıq, istedadlı insanları tapırıq və istəyirik ki, siz də onları tanıyasınız. Elə onlardan biri ilə indi Orxan bizi tanış eləyəcək. Anara xanım çox istedadlı ifaçıdır, çox maraqlı insandır. Yaxından tanış olaq? Olaq. Küləklər şəhəri, odlar yurdusan, Azəri elimin Güralovusan, qədim şəhərləri. Bu ecazkar səsin sahibi Anara Məmmədovadır. Uşaqlıqdan fərqliliyi ilə seçilən ifaçı həyatda qarşısına çıxan çətinlikləri gücə çevirməyi bacarıb. O, albinizm diaqnozu ilə doğulsa da, bu onun arzularının qarşısını ala bilməyib. Əksinə, Anara fərqliliyini özünə məxsus gözəlliyə və səhnədə parlayan bir işığa çevirib. 7-ci sinifdə yadımdadır ki, qərar verdim ki, saçlarımı boyuyum, biraz dəyişim özümü, ki, insanların gözünə çox çarpmasın. Təbii ki, o dəyişikliyi elədim, amma müəyyən vaxtdan sonra, artıq belə deyək, yetkinlik yaşına çatandan sonra anladım ki, Allahın mənə verdiyi gözəlliyi, yəni fərqliliyi gizlətmiş oluram və qərara aldım ki, olduğum kimi görünüm, necə varamsa. Milli Konservatoriyada musiqi təhsili alan müsahibimiz artıq bir çox səhnələrdə də çıxış edib. Səsi və pozitiv enerjisi ilə dinləyicilərin rəğbətini qazanıb. Onun üçün musiqi sadəcə sənət deyil, həyatı dərk etməyin, hisslərini bölüşməyin ən gözəl yoludur. Əslində deyim ki, mən uşaqlıqdan bu balaca uşaqlar kimi, nə bilim, oxumuşam, eləmişəm. Yox, ibtidai sinifdə zaten məktəblərdə hamımız hardasa səhnə almışıq, nəsə orada, akt zalında nəsə çıxış eləmişik. Amma çox qəribə bir hal baş verib. Televizordan belə deyək, baxanda hal-hazırda xalq artistimiz Röya Ayxanın ifasında Səninlə mahnısını eşitdim. Və bu mahnı o qədər xoşuma gəldi ki, 2004-cü ildə deyək ki, mənim 13 yaşım var idi. Və mən o mahnını başladım davamlı olaraq dinləməyə, oxumağa, dinləməyə, oxumağa, dinləməyə, oxumağa. Hər səfərində harasa gedirdik, hansısa tədbirlərə gedirdik. Bir dəfə oxu dedilər, 2 dəfə oxu dedilər, 3 dəfə oxu dedilər. Ondan sonra kəşf eləmişəm ki, sən demə mənim səsim var imiş, mənim ona xəbərim yox imiş. But I miss you most of all, my darling, when autumn leaves. Düşündüm ki, oxumaq heç vaxt gec deyil. Və yenidən heç hazırlaşmadan, heç bir kursa getmədən, heç bir kitab üzü açmadan, köhnə bir yerimlə dövlət imtahanı verdim. Məncə hazırlaşmadan normal bal toplamışdım, 170-ə yaxın bal topladım və yenə də dövlət sifarişli Azərbaycan Milli Konservatoriyasına qəbul oldum. Hazırda musiqi təhsili ilə yanaşı Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində benefisiar kimi də tədbirlərdə çıxış edən Anara xanım ölkəmizi Yaponiyada da uğurla təmsil edib. Mənə ani olaraq deyirlər ki, Yaponiyaya səfər var və sən də ora gedən benefisiarların içindəsin. Təbii ki, mənim özümə də qəribə gəldi ki, yəni mən hələ təzə qəbul olmuşam. Amma dedilər ki, yəni biz səni layiq görürük ora getməyini. İstəyirik ki, sən də orada olasan bizi təmsil eləyənlərin arasında və çox da uğurlu çıxış oldu. Üz-üzə dayananda dalğalanan bayrağını görəndə və düşünəndə ki, sən Yaponiyada çıxış eləyirsən, səhnə alırsan və vətənini təmsil eləyirsən, əlbəttə ki, bu qürur verici hisslərdir. Anara'nın hekayəsi bir daha sübut edir ki, insanın gücü onun görünüşündə deyil, daxili inamında və arzularının ardınca getməsindədir. O, bu gün minlərlə gəncə nümunədir. Öz yolunu seçən, fərqliliyi ilə fəxr edən və həyata sevgi ilə baxan bir gənc qadın. Anara xanıma uğurlar arzu edirik. Doğrudan da incəsənətlə məşğulluğu, çox gözəl səsi var. Çox əzmkar xanımdır. Görünür ki, bir çox şeyi də aşıb, öhdəsindən gəlib. Və təqdir edirik biz belə insanları. Xüsusilə də səhnədə belə deyək, ifa eləmək əslində çox asan bir şey deyil. Çünki sənin təkcə gözəl səsin ola bilər, amma həm də insanlarla ünsiyyət, mimikalar, jest, bunlardan da görünür ki, kifayət. Həm də yaxşı insanlardan, yaxşı müəllimlərdən, təcrübəli insanlardan həm də dərs alır. Uğurlar arzu edirik əməkdaşımız Orxan Əliyevə də bu maraqlı süjetə görə təşəkkür edirik.